Salam, bugün istəyirik sizlərə Word proqramında sənədə necə parol qoyduğunu göstərək. Olur ki, Word-da olan sənədimizi başqalarının açıb oxumağını istəmirik və belə olduğu halda Word sənədimizə məxfi söz, yəni parol qoymalı oluruq. Bunun necə olduğuna baxaq. Word proqramını açırıq. Hər hansı bir mətin yazırıq və fayl menüsündən Svedeniya sətrini seçirik. Buradan Защитить dokument, yəni sənədi qorumaq düyməsini seçirik və açılan siyahıdan Zaşifrovat parolum sətrini seçirik. Belə bir balaca pəncərə açılır və bizdən parol, yəni məxfi sözü bura yazmağımız istənilir. Məxfi sözü elə bir şey yazın ki, unutmayasınız. Əgər unutsaz, sonra özünüz də bu sənədi açıb baxa bilməyəsiniz. Mən asan yadda qalsın deyin, 3 rəqəm daxil edirəm. 502 və OK düyməsini seçirik. Yenidən məxfi sözü təkrar yazmağımız istənilir. Yəni bu ondan ötürüdür ki, görək düz yazmışıq yoxsa yox. Olur ki, əlimiz nəyəsə klaviaturada dəyir, hərfin birinin yeri səhv düşür, ya başqa hərf yazırıq və s. Yəni bu kimi səhvlərdən qaçmaqdan ötürü adətən parollar 2 dəfə təkrar yazılması tələb olunur. Yenidən parol təkrar yazdıqdan sonra OK düyməsini seçirik. Artıq burada da qeyd olunduğu kimi bu sənədi açmaq üçün məxfi söz tələb olunur. Sənədimizi yaddaşa verək. Saxranit. Açılan pəncərədən iş ekranı, Rабочий stolu seçirəm. Sənədin adını istəsək dəyişə bilərik. Misal üçün mən test yazıram. Və saxranit düyməsini seçərək sənədimizi yaddaşa veririk. Və sənədimizi bağlayırıq. Artıq yaratdığımız Word sənədini açdıqda bizdən məxfi söz, yəni parol tələb olunacaq. Əgər məxfi sözü düzgün yazsaq, sənəd açılacaq. Əks halda sənədi açmaq mümkün olmayacaq. Misal üçün, gəlin sənədimizi açsaq və parolu səhv qeyd edək. Və OK düyməsini basaq. Belə bir pəncərə açılır. Məxfi söz səhv yazdığımız üçün sənədi açmaq mümkün olmadığı bildirilir. Yenidən Word sənədimizi açaq və bu səfər məxfi sözü düzgün qeyd edək. Və OK düyməsini basırıq. Budur bizim sənəd açıldı. Əgər gələcəkdə istəmirsə də hər səfər bu Word sənədini açanda bizdən məxfi söz tələb olunsun, onda bu məxfi sözü ləğv eləmək üçün yenə eyni yerə gedirik. Yenə fayl menüsündən Svedeniya sətrini, buradan Защитить dokument düyməsini seçirik və Zaşifrovat parolum sətrini seçirik. Açılan pəncərədə məxfi söz olan sətri silirik. Yəni burada işlat yazılmasın, yəni parol yox, boş qoyuruq. Və OK düyməsini basırıq. Artıq bu sənədi açanda bizdən məxfi söz tələb olunmayacaq.